Bismillahirrahmanirrahim. Değerli izləyicilər, bildiyiniz kimi son zamanlarda küfür İslam qarşı durması zamanı küfür qoşununun daxilindəki müsəlman cilidindəki küfür ajanları özlərini deşifre etməkdədir. Gəlin dinləyək. Eğer İran olmasaydı bugün Londra, Paris İslam merkezlerinden olacaktı. Osmanlı oraya doğru futuhata giderken arkada bir Şia problemi var diye onu düşünmeyecekti. İslam'ın intişarına engel olan, ümmeti ihanet eden yegane güç kimdir? İran'dır. Tarih boyu hep öyle olmuştur. Safavi devleti. Değerli izləyicilər, bugün bu videoda gördüğünüz kimi Müslümanlar arasında olan tarihi problemlerin gündəmə gəlməsinin əsas səbəbi Müslümanlar arasındakı regional, milli, məzhəbi fərqlilikləri gündəmə gətirib ixtilaf yaratmaqdır və müsəlmanları bununla zəiflədib küfrün qarşısında məğlub etməkdir. Mən bu hoca timsalında olan ajanın fikirlərinə tarixi faktlarla aydınlıq vermək istəyirəm. Birinci, bu ajan və bunun kimi bir çox bugün ortalığa sünni-şiyə ixtilafı salan şəklini gördüyünüz bu hocalar əsas hədəfləri din arasında, müsəlmanlar arasında ixtilaf salmaqdır. Yəni, bugün onun yeri deyil ki, İran-Turan söhbəti açaraq küfrün qarşısında durmuş İrana qarşı müsəlmanlarda antipatiya yaradaq. Bu günləri bu insanlar sırf buna xidmət edirlər. Bu hocanın, bu ajanın gətirdiyi dəlillərə onu demək istəyərəm ki, değerli izləyicilər, 2. Sultan Bəyazidlə Şah İsmailin münasibəti ata-oğul münasibəti idi. Şah İsmail onun yaşına göre ona ata diye müraciət edirdi. O da Şah İsmail'e evlat diye, evladım diye müraciət edirdi. Bunların arasında heç bir ixtilaf yox idi. Onların arasında razılaşma idi ki, biri Şərqi islah eləməli idi, biri Avropanı. Lakin anası Polyak Yahudilərindən olan Sultan Səlim Osmanlı'nın fəthi qarşısında, gücü qarşısında diz çökən Avropalıların təkidi ilə atasını öldürüb hakimiyyətə gəlir və ondan sonra qoşunu Avropadan döndərib Azərbaycanı işğal eləməyə çalışır. Yəni bunun dediyi o cəfəng sözlər ki, İran bunun qarşısını alıb, əslində bu bugünkü ixtilafları qaynatmağa, bugünkü ixtilafları alovlandırmağa xidmət edən bir fikirdir. O dövrdə bu ixtilaf yox idi. O dövrdə Paris'in 200 kilometrliyinə çatan Osmanlı qoşunu həqiqətən də artıq dünyanı fəth etmək gücündeydi. Lakin bunun dediyi səbəbdən deyil, Sultan Səlimin hakimiyyət hərisliyi və Yahudi dayılarının təkidi nəticəsində o cinayəti törədib atasını öldürdü və Avropanın fütuhatını dayandırdı. Değerli izləyicilər, bu bir tarixi faktdır. Osmanlı Sultanı Bəyazid ilə Şah İsmailin yazışmalarının o tarixi əsərləri vərəqləsəz, bu həqiqətləri siz də görərsiniz. Yəni dediyim budur ki, bu Yahudi ajanı olan bu dindar cildindəki hocalar Səudiyyədə oturmuş Yahudiyə qarşı döyüşməyin haram olduğunu fitva verən dırnaqarası din alimləri birbaşa küfür dünyasına xidmət etdiklərini etiraf edirlər. Vəssalamu aleykum və rəhmətullah.